Salam aleyküm xanımlar, kanalıma xoş gəlmisiniz. İlk öncə həmişəki kimi adresdən başlayayım ki, xanımlar hər dəfə soruşurlar. Sumqayıtda Nur Hicab, 17-ci mikrorayon, 5 fəsilin yanı və Qərb Sarayı. Ondan üzbəyüzdən biraz aşağı gəlirsiniz, Nur Hicab. Buyurub gəlirsiniz. Və nə göstərəcəkdim sizə bu dəfə? Kletkalı yubkalardan kimsə yazmışdı. Kletkalı yubkaları göstərim deyə. Bu cür model var, kletkalı yubka. 40 manata olan budur. Kletkalı ancaq budur və endirimdə olan da biri var. Endirimdə olanı göstərim. Belə bir yubkadır. 30 aydı, indi 24 manatadır. Endirimdə olanlar artıq az qalıblar. Sonra nə göstərəcəkdim sizə? Bugün də manikenlərin üzərindəki geyimləri dəyişmək istəyirəm. Bunu biləm dəyişdim. Daha bilmirdim nə geyindirim. Axır bunu geyindirdim. Daha bilmirəm nə qədər uyğun gəlir, gəlmir. Belə bir dəsti, cins. Ondan sonra o manikenlərin əynini dəyişəcəm. Bir də nə sizə göstərmək istəyirəm. Neynəmişik, yenilik nə etmişiksə. Belə bir şey. İzniniz oxuyun. Belə bir şey yazmışıq, qoymuşuq, salfetka qoymuşuq. Belə bir vedrədə qoymuşuq ki, yəni nəzərə alıb klientlər silinib zibil vedrəsinə atsınlar deyə. Və yeni modellərimizdən göstərmək istəyirəm. Misirdən gələnləri göstərmişdim. Bunları hələ ki çəkmişəm, amma hələ ki paylaşmamışam. Dağıstan modelləri belə bir dəsti. Yubka ilə olan belə bir dəsti. Bu yubka iləndir. Bu da yubka ilə belənçi sinir rəngdə. Tündgöy rəngində yubkadır. Bu qıraq hissələr rezinkadır. Və belə bir. Bunların videolarını paylaşmışam hamısını. Çəkmişəm, paylaşmamışam to ist. Və bu böyüklərdən zamokla olan dəst. Boz rəngdə. Hərəsindən bir də düzdür. Və bu. Asılanda qəşəng görünmür, bunları geyinəndə qəşəng görünür. Bunlardan belə. Sonra hicabın rənglərindən də gətirmişdik. Artıq onlar da bitir təzdən. Bu məsəl üçün qaranın ağ xətlisidir, qaranın göy xətlisidir və qapqara olan, qara xətlə olan da var. Belə. Sonra hicabların növlərini çox gətirmişik. Yeni model budur, belə knopkalı. Arxadan belə rezinka ilandır. Belə qabaq hissəsi belə uzundur, yəni belə dolasaz dolarda boyundan. Sonra təzə modellərdən hansını gətirmişik hicablardan. Bu boynu belənçi qat-qatlı, arxası tam rezinli, belə bir model. Yəni o bir hicabların da rəngləri və kapşonkalı bir dənə də model var. Məsəl üçün bu var, sadəsidir. Belə bu hissəsi belədir, amma o isə ancaq bu rənglərdir hələ ki. Bu isə qabaq hissəsi üç bucaq kimidir. Və onların kapşonkalı dəstinin qaşlısı var. Üç rəngidir və sadəsi olan var. Belə şəkli olanı çıxardım ki, göstərə bilim. Bu onların rəngləridir. Və kapşonkalı modelin mərmər teksturalı olanı da var. Qiymətlər üzərindədir. Bu bilinmir nədirsə. Naxışlısını göstərim. Yəni belə naxışlısı. Bu da rəngləri bitir. Sonra bunlar abayalardır. Bunların da qiymətləri bunu bura kim qoyub? Yəni belə tipdə şallarımız var. Belə stricdir. Bunlardan xoşum gəlir. Materiallarından rəngləri bunlardır. Bunlar da alıb getirmək lazımdır. Bitir bunlar. Sonra yeni nə var idi? Çantaları göstərmişdim. Kətan, rubaşkalarımız. Bunlar çox sevilən modellərdir. Bu bitmək üzərədir. Rəngləri bitib. Arxadakilər eyni rəngdə olanlardandır. Neysə göstərəcəklərimi göstərdim. İndi manikenlərin üzərindəkiləri ya bugün dəyişəcəm, ya da ki sabah dəyişəcəm.
Ondan sonra çəkərəm inşallah dəyişəndən sonra nələr giyindirmişəm deyəm. Hamar bax giyindirdik. Bunu belə misir abayımızı giyindirdik. Buna uyğun hicab. Bu rəngləri biraz tünd yaşılına uyğun belə hicab. Buna hazır kapüşonkalı beləncə hicab. Bu təzə modeldir. Burasında da tikiş var. Bu hissələrdə 3 bucaq olandı. Kətan uzun belə. Kısa boy xanımlar üçün lap uzun qalır. İndi maneken uzundur da, hündürdür. O baxımdan kısa boy xanımlara biraz yerdən yuxarı olar. Kətan şalvar. Modeli çox qəşəng şalvar desində, prosto maneken da bir tər görünür. Belə. Bu abaya ikilidir. İçili dondan və üst hissəsi. Bu dəst atlasdan olan belə bir dəstdir. Düymələrlə. Belə bir hicabla uyğunlaşdırıb, şalla uyğunlaşdırıb giyindirdim. Belə bir yubkası da var dəstin və kəməri də. Kim istəyir kəmərlə, kim istəyir kəmərsiz. Sadəcə olaraq taxmışam ki, bilinsin ki, bu kəmərli modeldir deyə. Çanta da satışdadır bu. Və bu manekənə də giyindirdiyimiz belə bir kətan rubaşkadır. Qəşəng sevilən modeldir bu. Onun belə bir rəngləri də var. Belə risunkalı. Və balonka yubkadır. Belənçi. Bunun da qara, göy, bir də bu rəngi var. Bitib. Bu rəngdən, bir də qaradan qalıb. Və ona uyğun da belə bir şal. Bu biraz mən bəyəndiyim şaldandır. Ostriç kimi. Qəşəng oturur. Baxsana, bu manekenin başında tük olmasa da, yəni oturub başına. Prosto bunu iynələyib taxmaq lazımdır. İynələyib deşmək istəmirəm. Ona görə. Sonra baxım alınsa. Buradakı yubkaları da çəkərəm. Bu hissədəkilər çəkmişdim sizə. Bu hissədəki klasik olanları çəkməmişdim. Bunları da sonra vaxt eləyib çəkərəm. Tam ətəklərini də göstərmək istəyirəm sizə. İkinci hissəsində bu videonun. Ətəklər belə bir böyük bədən ətəkdir. Məncə ki, töküntüdür. Neysə. Bunun qiyməti 60 manatdır. Belində rezin yoxdur, özü striç materialdır. Böyründə zamoku yoxdur. Ölçüsü 2 ölçüsü qalıb. 46 və 42. Sonra belə bir düz ətəki var. Necə göstərim ki, bu düşsün, amma mən də düşməyim. Düz ətəkdir. Biraz qalın materialdır, yəni bədənə yapışan material deyil. 38 manatadır. Sonra bu A kəsim deyirlər də buna. Belə bir ətəkdir. 48 manata. Bu opisinə baxımda nisbətən nazikdir, amma ki, bu da belə buradan o tərəf görünməyən parçadır. Bir də ki, bədənə bildirməz. İnşallah. Bu da A kəsim ətəkdir. Nabuk materialında belə. Ölçü iləndir 40 manat. Bunun qara rəngi var. Elə qara rəngi də var, başqa rəngi yoxdur. Belə bir, bu da ona oxşar yufkadır, prosto materialı biraz fərqlidir. Belə materialda içlik donlar olur, onlardandır. Bu da 40 manata. Belə iç hissədən razmeri var, bir də rezinkası var iç hissədən. Həmin o yufkanın boz rəngi də var. Belə materialda. Və belə atlas, qalın atlas kimi parçadır. Onun da iç hissədən rezinləndir. 30 manata. Bunda rəngləri var. Belə rəngi, belə və qara atlas.
Qiyməti də 30 manat edirəm. Belə qarmoşka beləncə yubqalar var. Beləncə qarmoşka. Material da ki, bilmirəm bu nə gedirsə, bu 25 manata. Bu belə bir yubqa var. Bu biraz ondan qalındı. Bu rəngi var və bu rəngi var. 40 manata. Və bunun qarası. Bu isə bunun qarasıdır. Və bayaq göstərdiyim bunun qarası bir bozu, bir də qəhvəyi rəngi də var imiş. Sonra belə bir ətək var. Belə çox qəşəng kapşonkalı köynəklərlə sadədə, məsəl üçün üstündə yazısı bir nəysə olmayan, sonra futbolkalarla da belə geyiniləsi bir yubqalardır. Uzundur. 2 rəngi var. Belə. Dəri ətəklər var, beləncə. Bu 30 manata. Amma ətəyi tam düz deyildi və qıraqları elə belə üçbucaq kimidir. Beləncə, biraz qısadır. Və belə ətək, onun bu rəngi də var. Və belə yubqa var. Arxa hissəsi belə ciblərləndir. Bu isə tam uzun. Uzun modeldir, tam hər tərəfi uzundur. Və belə bir atlas yubqadır. Bunun rənglərini göstərirəm. Bu rəngi var. Tam uzundur bunlar. Boz. Krem rəngi, belə zil ağ deyil də, krem rəngidir. Və belə kapuçino rəngi. Bunlar da ki 28 manatdır. Ölçü iləndir bunlar. Belin iç hissəsindən rezinləndir. Yəni bu qədər. Ətəkləri də göstərdim sizə. Başqa ətəklər kətanlar ancaq gəlib.